Azərbaycan Kickboxing Federasiyasının Şəhid Nəcəf Balaqadaşov adına Nəcəf İdman Klubu yaradılmasının ilk ilinə həsr olunmuş təlim-məşq toplanışı təşkil edilib. Təlim-məşq toplanışının məqsədi idmana həvəs, yeniyetmə və gənclərin ictimai fəallığının artırılması, narkotik vasitələrə meyilliliyin ləğvi, sağlamlığı və vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Tədbirdən öncə klubun rəhbəri məşqçi İnsaf Abdullayev və üzvləri ümumilli lider Heydər Əliyevin Qusar şəhərindəki abidəsinin və rayonun Balaqusar kəndindəki 1-ci Qarabağ müharibəsində şəhid olmuş Nəcəf Balaqadaşovla Sərvər Abdulkərimovun məzarları üzərinə tərgül dəstələri qoyublar. Şəhid Nəcəf Balaqadaşovun qardaşı Günəş Balaqadaşov qardaşının xatirəsini əbədiləşdirdiyinə görə klubun rəhbərliyinə təşəkkürünü bildirib. Bugün buraya gəlməyimə demisiniz, çox sağ olun. Məqsəd Nəcəf Balaqadaşov adına klubun il dönümüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu cümlədən qardaşım Nəcəfə də. Nəcəf qardaşım cavanlığında məktəb yaşlarında biraz çılğın, biraz dəcəl, belə büyümüş bir uşaqdır. Hərbi xidmətin Rusiyada keçdikdən sonra vətənə döndü. Elə bir ağır illər idi ki, ermənilərin torpaqlarımıza güc tikib, qanlar tükdüyü bir dövr idi. Qardaşım da düzə bilmədi. Bu Balaqusar batalyonunun cəmləşdiyi bir vaxt idi. Könüllü olaraq evdən icazəli getdi. Ata-anam da buna heç dəstəyə çıxmadı, qarşı çıxmadı. Onlar da razılığını verdi. Qardaşımız vətənimiz uğrunda, Azərbaycanımızın bütövlüyü uğrunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Daha sonra Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışından əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bir ildir fəaliyyət göstərən klub ilk 8 ay ərzində şəhid Sərvər Abdulkərimovun adını daşıdığı məktəbin idman zalında fəaliyyət göstərib. Son 4 ay isə Qusar Olimpiya İdman Kompleksinin rəhbərliyinin yaratdığı şərait sayəsində burada fəaliyyət göstərir. Bir illik fəaliyyət göstərir, bir il ərzində 8 ayın Balaqusar kənd orta məktəbində fəaliyyət göstərdi. Ondan sonra Qusar rayon Olimpiya kompleksinin rəhbərliyini bizə yaratdığı şəraitə görə minnətdarlığımızı bildiririk ki, bizə belə bir şərait yaratdı. 3-4 aydır ki, artıq biz Qusar rayonunda fəaliyyət göstərməyə başlayırıq. Əsas məqsədimiz Qusar rayonunda gənclərin pis vərdişlərdən uzaq olması, idmana cəlb olunması, onlarda vətənpərvərlik ruhunun aşılanmasıdır ki, bayrağımızı daha yüksəklərə qaldıraq. Təlim-məşq toplanışı maraqlı kadrlarla yadda qalıb. Qeyd edək ki, 1-ci Qarabağ müharibəsində şəhid olmuş Nəcəf Balaqadaşovla Sərvər Abdulkərimovun xatirələri Qusar rayonunda əbədiləşdirilib. Aydın Adgözəlov, bugün informasiya proqramı üçün.